adamların çoxsu danışmaqda maraqlıdır, dinləməkdə maraqlı deyil, susmaqda heç maraqlı olmurlar. Amma həqiqətin dadını bilən adam bu qayğıda olmur. O danışırkən müsahibəsini sındırmaq, ondan çox danışmaq, onun vaxtına girmək kimi belə bir qayğıları olmur onun. Həqiqəti bilən adamdır. Həqiqəti bilən adam üçün. O çox sakit olur. Sən çox danışmaq istəyirsənsə, o sənə 2 saat qulaq asacaq, heç nə danışmayacaq və çıxıb gedəcək, narahatçılıq da hiss eləməyəcək.